Qat-qat açılan xəmiri, bol qozu və şərbəti ilə əsl türk paxlavası. Paxlavanı hazırlamazdan əvvəl qazana şəkər tozu, su və bir dilim limon əlavə edib şərbəti hazırlayıram. Yağını ərdib, südünü və tortasını ayırdıqdan sonra üzərinə bir armud stəkan duru yağ əlavə edirəm. Börək və paxlava üçün olan hazır yuxanı paxlavanı hazırlayacağım qabın ölçüsünə uyğun kəsirəm və başlayıram paxlavanı yığmağa. Yuxaların yarısını paxlavanın alt qatına düzüb aralarına ara bir yağ gəzdirirəm. İri doğranmış qozu paxlavanın orta qatına əlavə edib yuxaların qalan hissəsini qozun üzərindən əlavə edirəm və videoda gördüyünüz şəkildə kəsirəm. Yağın qalan hissəsini paxlavanın üzərinə gəzdirib, əvvəlcədən isidilmiş sobada 180 dərəcədə alt-üst rejimdə alt və üst hissəsi qızarana qədər bişirirəm. Sobadan çıxan paxlavanın ilk istiliyi çıxdıqdan sonra soyuq halda olan şərbəti isti paxlavanın üzərinə əlavə edirəm. Soyuyub şərbəti tam çəkildikdən sonra isə nuş edirik. Hazırlayan hər kəsə nuş olsun.